Bismillahirrahmanirrahim. Ulu Tanrının adı və yadı ilə beyin mühəndisinə qarşı Türkcə əski kitablar proqramının 447-ci bölümün başlayırıq. Xeyirli olsun. Bu günləri iki kitab açdıq ki, birini əlbəttə oxumağa çalışacağıq. Divan-ı Nəf'i adında bir kitabdır. PDF-in başında yazılanları deyirəm indi. Bəlkə sonra bunlar islah olar. Yəni kitabı oxuyanda görək bu fərqli bir kitabdır. Divan-ı Nəf'i 1050 Hicridə yazılıb. Yəni hududən 400 il bundan qabaq, 402-3 il bundan qabaq yazılıbdır və 266 səhifədə yazılıbdır. PDF-in özünə baxanda görürük ki, yazıb 133 səhifədir. Amma elə birinci səhifədə kitabın cildini görürük. Görürük ki, iki səhifəni bir səhifəyə qoyubdur PDF-də. Bu elə odur. Yəni 266 səhifədən ibarət bir kitab görürük. Kitabın cildi gönümmüş, iki bölümdən ibarətmiş. Ehtimalən bu bir başa-başa qəhveyi gön, rəhli gön çəkmişmişlər. Bir də Şirazəni kitabın yapışan, bir-birinə səfələrin yapışan yerin ayrı qərə gön qoymuşmuşlar. Ehtimalən üstündə bir az da olsa bir nəxşi var imiş, amma zaman içində bunun dövrəsi görürsünüz ki, kamilən təqribən çürüyübdür. Kitabın dövrələri və Şirazənin qıraqları çürüyübdür. Kitab Səlim kitabxanasında qalır. Türkiyədə. İkinci səhifəyə keçirik. Burada bir möhr, əlbəttə cildin için görürük ki, bir kağız yapışdırıblar. Əgər diqqət eləsəz, bir miqdarda yapışıbdır bu birisi səhifəyə. Bu kitabın səhifələri ilə cildi bir-birinə yapışdıran səhifədir ki, qırmızıdır. Görürük ki, biraz qopubdur. Burada bir latincə yazı görürük. 2 dana möhür var, 3 dana möhür var. Birincisi elə oxunmur, ikincisi feyzi ilahi. Görün bunu oxuya bilsəm. Üstdəki də azcacan da olsa oxuna bilər. Kaşidir, nədir? Belə bir şey oxuyamıram amma. Feyzullahi, İsmail Feyzullahi. Burada da bir şey Talib İsmail Feyzullahi. Bu bir tələbiymiş ehtimalən. Onun adıdır. Aşağıda da Süleymaniye kitabxanasının möhrünü görürük. Bu kitabxana da qalıbdır. Ondan sonra elə müstəqim girir kitaba Divan-ı Nəf'i. Burada adı yazılıbdır. Oxuya bilmirəm. Ehtimalən silinib birazı. Çünki Nəf'i fəqət deyil. Nəf'i Əfəndidir. Nəf'i Əfəndi Əhmədullah ya da Rəhmətullah Əleyh ola bilər. Divan-ı Nəf'i Əfəndi Rəhmətullah Əleyh. Beləsi bir şey oxuram. Adın yazaq burada. O şey kitabın başında yazılıbdır. Ad Divan-ı Nəf'i Əfəndi. Bu kitabın adıdır. Ondan sonra səhifə başlanır. Biz bu səhifələrə baxacağıq və görək ki, kitab nə vəziyyətdədir əvvəl. Kitabın qıraqlarında bir su gəlmək yeri görsənir. Ortada da bir şey var, amma mütməyin ola bilmirəm ki, sudur ya nədir o. Biraz kitab kirlidir. Yəni kirli saxlanıbdır. Dedim, təəssüflə bizim ata-analarımız, bəzən də hətta ola bilər ovladlarımız kitabın savadsızlıqdan dolayı kitabın qədrini bilmirlər. Və kitabları çox saxlamağa da diqqət etmirlər, təəssüflə. Kitabın burada şeyini görürük, aşağıda biraz çürüyübdür, onu görürük, qıraqları çürümə halındadır, onu görürük. Ortaya biraz su gəlibdir, bəlli oldu bu günləri sudur. Kitab şeiridir, adından da bəllidir, divandır. Divan da normalda şeirə deyirlər. Onu görürük və şeirlərin araları bəzi yerdə başlıq yazılıb deyə başlıq deyirlər. Onlar üstdəki şeirin qurtarmasıdır. Ehtimalən bu anlama gələ bilər ki, yazarın birinci nüsxəsidir. Yəni, Nəf'i Əfəndi rəhmətlıq, Allah Teala rəhmət eləsin, ruhu şad olsun, bizə belə bir yadigar qoyubdur dilimizdə.
onun birinci yazısı ola bilər. Çünki başlıq yoxdur şeirlərdə. Başlıq olmadığı üçün demək olar ki, bunu özü yazıbdır. Öz əl yazısı ola bilər. Ola da bilər ayrı adam yazsın, amma bilmirik. Bunu kamil xəbərimiz yoxdur. Şeirlərə başlıq yoxdur. Şeirlər bəzisi qəzəldir, bəzisi çox uzun qəsidə haləti var ya məsnəvi haləti vardır. Şeirlərin sonunda ad görünür, amma onu sonra oxuyub baş taparıq. Çox gözəl bir xətt ilə yazılıbdır. Əcəba bu hansı dildədir? Ona da bir baxım elə burada bir görüm ki, Türkcədir. Türkcədir, bir beyt oxudum, biraz zor oxudum, amma oxudum. Xətti çox gözəldir. Niyə gözəldir? Gözəl nə deməkdir? Gözəl bu deməkdir ki, mən onunla ilgiləşə bilirəm, mən onu anlaya bilirəm, onunla danışa bilirəm, o mənə, mən də ona bir şeylər alver eləyə bilirik. Düşüncələrimizi bir-birimizlə alver eləyə bilirik. Mən nə cür ona bir şey verə bilirəm? Heç də onu nəqd eləməklə onun haqqında danışa bilirik. Kitabı çox gözəl də qalıbdır üst-üstə. Buradan gördüyüm səhifələrdə eybirat yoxdur. Bəzi səhifələrin, yəni orada-burada bir səhifənin rəngi acıdan. Yəni belə nəzərcə bir səhifə, bir vəraq ağdır, bir vəraq biraz qərədir. Bu beləsi görsənir. Bir vəraq ağ, bir vəraq qərə. Burada kitabın tikilişini görürük ortada. Ki, ehtimalən sökülmüş müştazaşdan oranı tikiblər. Bu aşağıda üstdə bir şeylər var. O nədir? Əcəba beləsi görürük, elə bir şey dağılıbdır filan. Tüm səhifələrdə görsənir. İp də deyil ki, deyəm ip olsun. Ola bilər də ki, ip olsun, amma ipi belə ip olmaz bir səhifələrin arasında. Çünki bir çoxunda görsənməz səhifəni bir-birinə tikəndə. Kitabı heç bir bəzəyi yoxdur. Ayrı bir rəng ilə də yazılmayıb. Sadəcə qərə. Sonralar ki, bu kitabı ehtimalən Osmanlı dövrəsindən sonra latinə keçiblər və öz dilimizlə düşmənlik başlayıbdır. Şu səfələrin başına latincə nömrə qoyublar da, ərəbcə yox. Burada da biraz qıraqda bəzi vəzirlərin, zadların adlarını yazıblar. Onu da gördük qırmızı rənginə. Şair yazmıydı. Burada da bir şeir təəssüflə silinibdir. Yəni, bunu deyə bilərik ki, 110-cu səhifə, yəni 220-ci səhifə kitabda, amma PDF-də 112-ci səhifə PDF-də. Bu, təqribən bir şeir burada nə olub dursa, bu vərağın birinci səhifəsi əvvəldə şeir qalıb, ondan sonra silinibdir, yeri qərə qalır, amma özü görsənmir. Bəlkə də bu üzü, o birisi üzünün rəngidir. Yox, o üzünün rəngi deyil. Çalışmağa çalışıram ki, görün bu üzdə. Yox, burada məsələn oxuya bilirəm. Yəni, burada bəzi kəlmələri adam təşxis verə bilir ki, nədir? Təəssüflə bunu siliblər. Ehtimalən bir şimyai maddə ilə bunun üstünə çəkiblər, bunun rəngi gedibdir. Şeiri biz burada kamil görə bilirik. Xəttlərin, yəni beytləri görürük. 1, 2. Bu birinci beyt kamilən görünür azdan çoxdan. Yəni adam təşxis verə bilir ki, şərab olmayacaq. Cürmüm, burada edəməm, belə bir şey görsənir. İkincisinin də birazı görsənir. Ondan sonra yəni deyək ikincidən də 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 beyt görsənmir. O birisi beytin davamı, yəni bir ikinci qəzəlin davamı bu birisi səfədə gəlir. O səfə silinibdir, bu səhifədə silinibdir təəssüflə. Yəni bunu bir dəqiqə istəm dalıya? Yox, yox, elə buymuş. Bu səhifə silinibdir, davamı bu birisi səhifədə gəlir. Bir səhifə silinib, bir səhifədə əmdən silinib. Burada kitabın şirazəsi bölünmüşmüş, bir sarı ipinə götürüblər, onu tikiblər ki, açılıb daha çox açılmasın. Bunu da gördük. Burada da yenə ən azından bu şeyi silmağa çalışıblar. Bu şeirin də bir neçə bölümü silmağa çalışıblar. Kirlilik də görürük. Yəni kitabın dövrəsində kirli olubdur. Onu da görürük.
Və kitabın sonuna gəldik, yetişdik. Oxumalıyıq. Bu sonun görək ki, sonunda yazıb. Bu divan aşağıda bir ayrı adam yazıbdı. Bu şeirə rəbti yoxdur, kitaba rəbti yoxdur. Bunu sonra hər kəs alıbdı, o yazıb. Bu divan 123 yora 23 yapraqdır. 123 yarpağı var bunun. Yəni onlar 246 səfhədir. Beləsi yazıbdır. Ehtimalən indi burada beləsi yazıbdır. 110 silinmişdir. Ha, bu adam orada ki biz dedik 110 səfə silinibdir. Elə bu da onu yazıb ki 110-cu səfə silinibdir. Əlaməti sual qoyubdur. 20 və 60-da əlaməti sual qoyubdur. Bu kitab sahibi ya kitabı ələ gətirən qırmızı rəngindən burada dedik. Bir dənə də möhür dedik burada vurubdur. O möhürü orada oxuya bilmədik. Süleymaniyə möhürü burada vurulubdur. Kitabın qalanında, yəni orada kitab qutardı. Qalanında yenə bir ayrı xəttinə, 2 dənə ayrı xəttinə, 2 dənə ayrı şeir ilə yazılıbdır. Sonra 2 səhifə boşdur. Yenə də bir şeir burada başlanır. Babəti səadət ya nəməni səad belə bir şey yazılıbdır və bir şeirdir ehtimalən, fərqli şeirdir əlbəttə bu və 1, 2, bu 2, bu 4, 6 səfhədən ibarət bir şeirdir, uzun və ondan sonra da kitabın burası qurtulur. Yəni bunlarla olur 266 səhifə, amma oradakı kitab özü qutarıbdır. Burada yazıbdır ki 120 vəraqdır, 123 yapraqdır. Həm ədədlə yazıb parantezin arasında 123-ü, həm də şurada 123 yapraqdır, 110 silinmişdir və 20 ilə 60-a da mən diqqət eləmədim, niyə əlamət qoyubdur, onu da baxıb tapmaq olar. Amma kitabın sonunda bir yazı var. Bu yazını üstdəki şeirdən başlayaq, oxuyaq, bəlkə orada görə bilərik ki, nə deməkdir. Ya da ki, elə bu bölümün oxuyaq, görək ki, nə deyibdir. Sonra axırda oxuyacaq. Hasili həm məşrəb olsun barə şur rindanə ləhə tərdü gül təbün ərəq kibi lətafətindədir. Lətafətindədir ehtimalən. Lətafət. İndi bu xəttinə tanış olmaq lazımdır. Nöqtələr. Nəf'i bimari gəl keyfinlə ihya qıl yenə. Nəf'i bimari gəl keyfinlə ihya qıl yenə. Xatiri məhzunini qəmdən bir iqbəl yenə. Ya da səra qəmdən bir əqbəl yenə, belə bir şey görsənir, amma bu iqbal yenə olacaqdır. Nəm aldı bu an be'uni subhani, təm oldu bu an be'uni subhani fi əvayilil mühərrəm, təm oldu tarixi, yazı tarixi, təm oldu bu an be'unil subhan fi əvayili mühərrəm əl-həram, əvayili mühərrəm yazaq. Ən yədil əbd-i zəif, yazan deyil, bu adam ki bunu nüsxəliyibdir, odur. Ən yədi əbd-i zəif İbrahimi Zərqəllah ya da Rəzzəqəhullah. İbrahim Mühərrəmi yazıb, amma tarixin hələ feylən görmürəm. Mühərrəmi ən yədi əbd-i zəif İbrahim Nəssax kimdir? İbrahim ehtimalən Rəzzəqəhullahdır. İbrahim Rəzzəqəhullah Teala xeyrət zad və xeyrət rədif.
min fusuli səneyi. İndi sənəsini də burada yazıbdır. 50 və əlif əl-hicrətin nəbəviyyətil müstəfəviyyə. 50 və əlif 1050. Üstdə yazmışlar. Həmandır, bəli. Səneyi 50 və əlif əl-hicriyə. Əl-hicrətin nəbəviyyə də orasını bilirik nədir? 1050 1050 hicri. Dedik ki, hududən əgər burada dəqiq hesablasaq, indi 1448-ci il deyirik. Buradan çıxsaq 1050-ni 398 il öncə bu kitab yazılıbdır. 398 il öncə yazılıb. Tamam. Bunu indi burada tarixi bildik. Nəssahı da bildik kimdir. Amma Nəssahın kamil adını bilmədik. İndi qeydaq gedək kitabın əvvəlindən bu kitabla bir tanış olaq. Görək ki, bu kitab bizə nələr verəcəkdir. Nələr deyəcəkdir. Saxlanılan yer Süleymaniyyə kitabxanası. Süleymaniyyə kitabxanası. Tamam, bunu da burada yazdıq, bildik. Gedək görək ki, bu Nəf'i Əfəndi Həzrətlərinə Allah Teala rəhmət eləsin. Biz bununla biraz tanışaq. Dediyimiz kimi bunu yenə də xatırladım. Ehtimalən bunun səhifənin arxasında bir şeylər yazılmışmış burada. Yox, arxası deyil. Bunun üstündə bir şeylər yazılmışmış. Bu Nəf'i Əfəndi yazılan yerdə 1 beyt, 2 beyt, 3 beyt. Nəzərə gələn 3 beyt yaz, amma tərsə yazılıbdır. Ehtimal verirəm, ehtimal, mənim ehtimalım budur. Burada Bismillahirrahmanirrahimə yer saxlamışmışlar, sonra yazılsın, buna bir şey olsun. Amma bu tərəfdə nədir olubdur, su keçib yana olubdur. Bu birisi beytin, bu birisi səhifənin, vərəqin əksi düşüb bu birisi səhifəyə. Mən hardan bunu deyirəm? Burada 3-cü beyt, bu birisi vərəqin 3-cü beyti afərinişdir əvvəl kəlməsi. Tərsəsi burada düşübdür. Ona görə silinməyib bura. Bura elə yer boş qalmışmış, Bismillah yazılsın, yazmadıqları üçün o Divan-ı Nəfi Əfəndinin bir nəfərçi xətti də bu deyilmiş. Bir ayrı adam bunu oxuyub götürüb yazıbdır. Yəni bu kitabın başında ad yoxdur. Amma biz bunu kəşf eləyəcəyik inşallah Teala ki, görək bunu yazan Nəfi Əfəndidir ya yox. Dedik ki, dünyada hər insan təkdir, ikincisi yoxdur, fotokopisi yoxdur. Onun əlinin, gözünün, danışığının, bədəninin bir çox şeyi o birisi insanlarından fərqlidir və təkrar olan deyil. Onun hər insanın əl yazısı da təkrar olan deyil. Təqlid eləmək olar, amma hər şeyi də kamil təqlid eləmək olmaz. Üqde-i sərrişte-i razi nəhanidir sözüm. Üqde-i sərrişte-i razi nəhanidir sözüm. Silki təsbihidir, səb'ül məsanidir sözüm. Burada yenə də dediyim kimi, bu səfənin əksi düşüb bura. Əcəba mürəkkəb, bir cür sulu mürəkkəb imiş, düşüb bu tərəfə. Kitab nəm çəkibdir, düşübdür bu tərəfə. Hər halda bu biraz o qarışıq icad edib kitab oxumaqda. Bir gühərdir kim nəzirin görməmişdir ruzigar. Ruzigarə aləmi qeyb ərməğanidir sözüm. Ruzigar ehsanimi bülmüş bənim ya bülməmiş. Ruzigar ehsanimi bülmüş bənim ya bülməmiş. Aləmi feyzi həyat-ı cavidanidir sözüm. Əhl olan qədrin bilir bən cövhərim mət eyləməm. Əhl olan qədrin bilir bən
Cevherim met eylemem, alemin sermayi der bad, alemin sermayedir badganidir sözüm. Alemin sermayeyi dürr badganidir sözüm. Nə deməkdir bu ne? Der oxunacaq, dür oxunacaqdır. Dür, bir də dür. Bu iki dana der deyil. Dür ya dür təşdid edən r ya sakin. O hansıdır bilmirəm, amma baviqani bu da oxunur. Badiqan oxunmur. Baviqan oxusaq yaxşı olacaqdır. Əhl olan qədrim bilir, bən cevherim mət eyləməm, alemin sərmayi dürri baviqanidir sözüm. Baviqan ehtimalən uşaqlıq sözü ya yekəlmək sözü, güclənmək sözü. Biğərəz bir cevheri safidir amma münfəsil, müttəsil. Biğərəz bir cevheri safidir amma münsəl. Əhl-i təb'ün ziveri təb'ü sinaidir sözüm. Yani kim اندیشه سنجان جهانın daima. Yani ki اندیشه سنجان جهانın daima hem seriri kakimi hem dürri düzbanidir, derbanidir sözüm. Hem seriri kakimi hem dürri derbanidir sözüm ya da dezbanidir sözüm. Burada biz nöqtə görürük. Zərban da oxumaq olar, amma bilmirəm. Bir benim kibi cigerdir ehli təb olmaz dahi. Bir benim gibi cigerdir ehli təb olmaz dahi. Cevheri تیغ گزای ناجهانیdir sözüm. Gamze dilber nola rəngin eyləsə əndişəm. Gamze dilber nola rəşq eyləsə əndişəmə. Herzi bazuyi dili sahibgiranidir sözüm. Herzi bazuyi dili sahibgiranidir sözüm. Olqədər pürşivədir güya ki bikri fikrimin. Olqədər pürşivədir güya ki bikri fikrimin. Gamze-i mədəd əfkən, mərd əfkən. Gamze-i mərd əfkən namehrebanidir sözüm. Hələ şeirlə tanış olmamışıq. Yavaş-yavaş bu xətt ilə tanış olaq. Sonra bunları doğru oxumağa tərəf gedəcəyik. Hər kitabı əl yazmanı oxumaq üçün bir 10 səhifə ən azından hövsələ ilə oxunmalıdır. Qələt oxumalıdır hətta ki, yavaş-yavaş göz və beyin o öncədən mühürlənmiş, mührümum olmuş fars dilinə, ədəbiyyatına və türkluğa bağlanmış qapılar bu kitabda açılsın. Açılsın yavaş-yavaş, o təəssüb geçsin. Beyində bir təəssüb var. İstəyək, istəməyək, öyrəşdiyinə təəssübü var. Onu istəmir əldən versin və hər şeyi istəyir onunla oxusun. Onu yavaş-yavaş sındırmaq lazımdır. O da bir 10 səhifə ən azından çəkər. Olqədər dilduz dürcüya ki bir şux afətün nazuki mişkin kəman əbruvanidir sözüm. Ayə-i nun o qələmdir. Ayə-i nuni vəl qələmdir müshəfi sinəmdə. Ayə-i nun vəl qələmdir müshəfi sinəmdə. Rüstəmandı əndişmək
تیر و کماندür sözüm. Rəsm əndişmək tir و kamandır sözüm. Beləsi olası. Sonki səfihdə bir Gülüstanla başlayır. Bir Gülüstandır xiyalım, dil şügüfti bülbülü. Şügüftə üstə yazıbdır. Tazaşdan şügüftəni üstə yazıb ki, ola bilər şügüftə oxunsun, yəni hətmən. Əlbəttə bir dənə altında bir şey yazıb oxuya bilmirəm onu. Bir Gülüstandır xiyalım, dil şügüftə bülbülü, o Gülüstanın latifi abi rəvanidir sözüm. Bir şəbistandır dəvatım xamənə, bir şəbistandır dəvatım xaməyi zənci xadimi, ol şəbistanın ərusi dilsitanidir sözüm. Afəriniş tutiyə əndişəmə bir damıdır. Afəriniş tutiyə əndişəmə bir damıdır. Kim o damın daneyi pərri əmçanidir sözüm. Kim o damın daneyi pür əmsalidir sözüm. Ehtimalən nöqtəsi var, amma oxumayacağım, əmsal oxuyacağım. Burada bu səfənin yazısı düşüb indi bu səfənin üstünə oxumağı biraz çətin olacaqdır. Çünki hərflər qatışıbdır. Təəssüflə. Əvvəldə də bunu oxuyanda çətin oxuduq. Umarım ki, bunu oxuyaq. Kəbəyi nigar edəməz mahiyyət əndişəni. Kimsə inkar edəməz, beləsi gəlir. Kimsə inkar edəməz mahiyyət əndişəmi. Əhl-i rəşgün nusxə-i əqdül-lisanidir sözüm. Afəti eynül-kəmali rəşq-i kar əbtər bana. Ya da əsmər bana. Əbtər ya, daha yaxşı gəlir. Afəti eynül-kəmali rəngi, ola bilər rəng olsun. Rəngi kari əbtərliqa dəf-i zəxmi çeşmi xəllaq məanidir sözüm. Buradakı bəzi yerləri oxumaqda daha çox zorluq çəkirəm. Onun illəti səfələrin, cöhərlərinin bir-birinə qaçıb kəlmələrin üstünə düşməkdir. Ona görə biraz zorluq çəkirəm. Afəti eynül kəmal rəşki kar əbtərliqa ya da o cür əsmərliqa ola bilər. Dəf-i zəxmi çeşmi xəllaq məanidir sözüm. Xaç payım sürmə eylərsə əcəb miruzgar. Xaç payım sürmə eylərsə əcəb miruzgar. Ünsür-i ruhi kəmal-i İsfahanidir sözüm. Kəmal-i İsfahani kimdir? Bu Kəmal-i İsfahani ehtimalən nəqqaş olacaqdır. İşte xəllaq məani şimdi gəldi aləmə. İşte xəllaq məani şimdi gəldi aləmə. Cüş edin asar bəni. Kim tərcümanidir sözüm. Asar nəbi. Cüş edin asar nəbi. Kim tərcümanidir sözüm. Sonra gəlsəm dəhrə xəllaq məanidən nolə. Sonra gəlsəm dəhrə xəllaq məanidən nə ola? Həzrət Peyğəmbərdən sonra əgər dünyaya gəlsəm nə fərq var? Üstə dedi ki, Həzrət Peyğəmbərin sözünü tərcümə edirəm. Cüş edin asar nəbi. Kim tərcümanidir sözüm. Sonra gəlsəm dəhrə xəllaq məanidən nolə. Qalibi xoşqi xiyalə ruh manidir sözüm. Üstəki İsfahanini işlətmişdi. Burada manini işlətdi. Kəmal-i İsfahani. Burada bir yerdə yazaq. Kəmal-i İsfahani. Manini azdan çoxdan bilirik ki, əski deyirlər ki, nəqqaş imiş. Və ağıllı bir adam imiş. Yəni,
bir peyğəmbər kimi tanınır farsların içində. Nükte-i nüktede alem harif olmaz bana güya benim. Her ne söylersem cevabı lenteranidir sözüm. Lenterani Hazreti Musa gedir uzaqdan görür ki bir od yanır. Xanımsına deyir ki qoyunların yanında sən dur. Mən gedim oradan bir od alım. Orada od hər kəsi yandırır. Buradan bir od alım gətirin biz burada yandıraq. Gedir orada əl atır. Gör adam da yoxdur. Əl atır odu götürsün. Görür ki gəlmədi. Ələ yandırmır da. Orada Allahla biraz danışır. Sonra deyir ki qoy mən səni bir görüm də. Görsət özünü mənə. Orada Allah ona deyir ki ləm tərani. Sən məni görə bilməzsən. Sonra da deyir ki bax odağa özümü istəyirəm görsədəm. Odağa baxır, odağı əriyir ya da yox olur. Pudr olur, yox olur. Belə bir söz vardı. Hər nə söylərsəm qəza məzmunini isbat edər. Hər nə söylərsəm qəza məzmunini isbat edər. Ani bilməz ki xitab-ı imtihanidir sözüm. Ben burada bir şey yazılıb əgər oxuya bilsəm. Keşafım ne sahibi keşf, ben ne keşşafım ne sahib keşf amma ma'nide. Ben ne keşşafım ne sahib keşf amma ma'nide. Muşikafi nuktehay asmanidir sözüm. Nikde bir meani nazm eylemem etmem bana bir lütfi bir lafz ab. Əgər beləsi olsa. Bində bir məani nəzm etməm bana bir lafz isə ehtimalən beləsi oxunacaqdır. Bində bir mənayı nəzm etməm yenə bir lafz isə bu qılsın məcmui razi nəhanidir sözüm. Ehtimalən mən bu oxuram, amma ola bilər ki yoxulsun. Bu qalsın məcmui razi nəhanidir sözüm. Ehtimalən kitabın adı məcmui razi nəhani olacaqdır. Ehtimalən mənim nəzərimə belə gəldi. Bu qalsın məcmui razi, bunu mən burada bir parantez arasında yazım. Kitabın adı belə ola bilər. Bu qalsın məcmui razi nəhanidir sözüm. Məncə bu məcmui razi nəhani ya da razi nəhani bu kitabın adıdır. Mən beləsi düşündüm. Hasid geçər o xiyalə rast gəlməzsə nola. Hasid geçər o xiyalə rast gəlməzsə nola. Əhl-i dil yaranə hərdəm bar canidir sözüm. Ben cəhan ara şəhənşah cəhan məniyəm. Ben cəhan ara şəhənşahə cəhan burada bir kəlmə yazılıb, əcəba o nə? Şəhənşahə bir dənə də burada ehtimalən an börküdür, ləbədarıdır. Bəli, o olacaqdır. Ben cəhan ara şəhənşah cəhan məniyəm. Sözləri gərə padişahi kamranidir sözüm. Sözlərində ola bilər. Sözlərində padişahi kamranidir sözüm. Görək ki, bu birisi səhifədə necə bunu davam etdirir. Dönsə şəmşiri xutbə nə ola şəmşiri zəban. Dönsə şəmşiri xutbə nə ola şəmşiri zəban. Mülk nəzmün
Xütbə-i əmn و əmanidir sözüm. Təbümün bərtər zamani, təbümün bir tərcümani. Burada sözlərcində biraz şey olublar. Təbümün bir tərcümani, nərd bayəndür qələm. Təbümün bir tərcümani, türfə bayındır qələm. Beləsi oxunacaq ehtimalən. Təbümün bir tərcümani, türfə bayındır qələm. Xaməmün bir həmzəbani nüşdidanidir sözüm. Pasıban olmuş bir əjdərdir qələm cənci dilə, künci dilə. Pasıban olmuş bir əjdər burasını düzdür. Əjdərdir qələm künci dilə. Tamam. Pasıban olmuş bir əjdərdir qələm künci dilə. Kim o küncün şəbçirağı pasıbanidir sözüm. Ta səbahi həştədək bin labi məst edər. Ehtimalən qələt oxuram. Burada bini oxunur, amma bir kimsə də oxuna bilir, kimsə də oxuya bilərik. Ta səbahi həştədək bir kimsə lali məst edər. Bəzm eşqün nəşveyi rətli giranidir sözüm. Rind huşyarım xərabati məhəbbət در دلم. رند هوشیارم خرابات محبت در دلم. عاشق هرجانیم وحدت نشانی در sözüm. Oləli peyğəmbəri axir zamanə mən nətcu. Oləli peyğəmbəri axir zamanə nətcu. آبروی ümmeti آخر زمانیdir sözüm. Nəti şəhənşah اورنج nübüvvət kim anın. Feyz mədhilə dilün can cəhanidir sözüm. Can aləm fəxr Adəm Əhmədi mürsəl ki ta həşr olunca nəti cugi nəti xanidir sözüm. Ehtimalən olacaqdır, yazılmayıbdır orası. Çünki biraz uzun gəlib şeirdən. Onu elə, yəni deyibdir ki, özün oxuyacaqsan. O sözümü yazmayıblar. İlləti də nəzərimə gəlir ki, şeirin biraz ahəngi uzun gəlir. Onu yazmır ki, yəni onu özü deyəcəkdir adam. Şeirdə qutardı burada şeir. Uzun şeir idi. 2 səhifə yarım idi. Amma adın demədi. Mən baş tapmadım. Bəlkə də dedi, amma mən huşyarlıq olmadı tapam. Mən fəqət burada kitabın adını Raz-ı Nəhani bildim. Məcmui Raz-ı Nəhani. Gedək ikinci şeirdə görək ki, bu şairimizin adını görə bilərik ya yox. Oləli qəvvas dəryای xiyal mədhini cövhəri təbimün zeybi dükanidir sözü. Davamı qalır. Orta deyil, qurtarmayıbdır. Davamı qalır. Oləli qəvvas dəryay xiyal mədhəti cövhəri təbimün zeyb dükkanidir sözüm. Olqədər əlverdi məni feyz ovsafilə ləbüm beləsi olacaqdır. Ehtimalən ləbüm olacaqdır. Olqədər əlverdi معنی فیض اوصافیل لبم جوییا مفتاح جنزی شایگانیdir sözüm.
Məşriqi sübh hidayətdür sənasilə dilim. Mehri qudsi pərtövi çövkəb fişanidir sözüm. Çövkəb əfşani iqba afitabi olsa gər ol məşriqün. Çövkəb əfşan afitabi olsa gər ol məşriqün. Qusseyi عقد پروین گسسته ریسمانیdir sözüm. Göydə bir seri ulduzlar var, bir-birinə şey oldu. Ona Pərvin deyirlər. Ad qoyublar Pərvin, nədən isə bilmirəm. Əqd Pərvin güsəstə rismanidir sözüm. Güsəstə də ki ayrılıb da, yəni onlar ulduzlar, o ulduzların arasında bağı yoxdur. Onlar bir-birinə bağlayıbdır. Deyir ki, o qırılan şeylər mənim sözümdür. Başlasam mi'racini təhqiqə abi tabilə. Başlasam mi'racini təhqiqə abi tabilə. Cövhəri şəhsəvari cuşi imhanidir sözüm. O birisi səhifəyə gedək, o birisi səhifə ədd olmaz. Onunla başlayacaqdır. Bəli. Ədd olmaz mücüzatı həddidən əfzun neyləsin? Hazreti Muhammed sallallahu aleyhi ve sellem deyir. Ədd olunmaz möcüzatı həddidən əfzun neyləsin? Gərçə kim bir ravi möcüz bəyanidir sözüm. Gərçə mən durəm cənabündən hələ şükrüm budur. Çehre-i fersai cənab-ı astanidir sözüm. Nəf'iyəm adın dedi. Nəf'iyəm əndişə-i nə'tilə oldum çabyab. Nəf'iyəm əndişə-i nə'tilə oldum çabyab. Namuradani cəhanə müjdəcanidir sözüm. Fikir edirəm ki, burada qurtulacaq, amma davam gəlir. Yox, sözüm davam edir. Burada nəf'ini gördük. Yəni, beytin birinci şeirin son beytində ki, davam edir əlbəttə. Burada şairin adını gördük. Amma davam edir bu sözünə. Görək ki, nə olacaqdır. Xakibayi nə'tcüyanəm ki, ərşi əzəmin. Zikr təsbih lisani qudsiyanıdır sözüm. Şadkam oldum nişat-ı feyz nə'ti pak ilə. Şimdiden sonra duayı şadmanidir sözüm. Şimdiden sonra duayı şadmanidir sözüm. Ta ki ma'nای لطیفی لفظ رنج آمیز ilə. Ta ki ma'nای لطیف و لفظ رنج آمیز ilə روزگارın bir dilara dastanidir sözüm. Hər dem əndişəmdən olsun ruhuna 100.000 salam. Hər dem əndişəmdən olsun ruhuna 100.000 salam. Ərşədək İsalə bin rayganidir salam. Sözüm. Ərşədək İsalə bin rayganidir sözüm. Burada qutardı. Şeirin ortasında özünü mərrif elədi. Ehtimalım budur. Ki, bu şeiri iki yerdə qutarmaq istəyibdi. Bir orada ki dedi canı avləm fəxr Adəm Əhməd-i Mürsəl ki ta həşr olunca nə'tcüyi nə'txanidir sözüm. Bir burada istir qurtarsın. Sonra devam edir. İkinci yerdə bu ortada özünü tanıtdırır. Nəf'iyəm əndişə-i nə'tilə oldum kamyab. Namuradani cəhanə müjdəganidir sözüm. Bunu da yazır. Yenə görür ki şeirin davamı ürəyindən gəlir. Yazır da onda sonun axirində özünü tanıtdırmır. Çünki ortada tanıtdırdı. İndi bir ayrı şeir başlayır. Başlıq burada yeri boş qalıbdır. Bir söz burada görürəm. Arxada görürəm. Əgər arxada olmasa bunu gərək beləsi gedək. Burada bir başlıq yazmışmış. Yəni burada bir başlıq yeri qalır. Mən getdim o birisi səhifədə baxdım ki, əcəba bu o birisi səhifədə yox, düzdür. Bu birisi səhifədə o yazı hesab ola bilər ki, varmış. Tamam.
Bu arkadakı yazılan səfənin əksi düşüb bu üzə. Tamam. Silinməydi. Mərhəba ey sahib, mərhəba ey Həzrət sahib qran mənəvi, nazim mənzume silkil لآل məsnəvi. İndi burada məsnəvinin sahibinə salam elədi. Mərhaba ey Həzrət sahib qran mənəvi. İhtimalən burada Mevlana'nın mənəvi və məsnəvisinə işarə edilir. İhtimalən, amma mən %100 mütməyin deyiləm. Bəli, mənim nəzərimə odur. Yəni, mərhaba ey Həzrət sahib qran mənəvi, nazim mənzume silkil لآل məsnəvi. Bu məsnəvi də işarə elədir ki, bunun da deyəni. Məsnəvi əmma ki bir beyti cəhan mərifət. Məsnəvi əmma ki bir beyti cəhan mərifət vəz zərrəsilə aftabın bərabər pərtuvi. Bu qədər məsnəvini tərif elədi. Məsnəvi və Mevlana'nı tərif elədi. Özəlliklə məsnəviyə gəldi ki, məsnəvidir dediğin, amma hər beyti cəhan mərifət, zərrəsilə aftabın bərabər pərtuvi. Günün o ışığı ilə bunun zərrəsi bərabərdir. عالمی معنی که خورشید جهان آرا چبی دور آبدür girmiş sema'a anda ruhi Mevlevi. Özü gəldi axırda Mevlevi Həzrətlərinin adını dedi. Allah hamısını rəhmət eləsin, ruhların bizə duacı eləsin. Allah mənim atama da rəhmət eləsin, ruhunu şad eləsin inşallah. عالمی معنی که خورشید جهان آرا چبی دورابدür girmiş sema'a anda ruhi Mevlevi. Adını da Mevlana'nın gətirdi dedi. Yani Sırrullahül Azam Hazreti Mollay Rum adını da gəldi dedi. Yani Sırrullahül Azam Hazreti Mollay Rum kim odur mənidə sahib məsnədi ki xusravi. O birisi səhifəyə geçirik. Hazreti Mevlana'nın burada Xusruv-i əndişə kim eşq-i Hisamüddin ilə, Hisamüddin Hazreti Mevlana'nın oğludur. Xusruv-i əndişə kim eşq-i Hisamüddin ilə oldu tiği batini dünyaya bir burhan qavi. Ol xudavənd sariri ma'rifət kim feyzidir saliki bi toşeyi cumrah hazadi uxravi. Aqli nuri cevheri zat-ı şerifi Ahmedi. Aqli nur cevheri zat-ı şerifi Ahmedi. Nutqi معزی روح انفاس لطیف عیسوی نطق مغز روح انفاس لطیف عیسوی علم وحدت burada bir kəlmə yazıb oxuya bilsəm. Elm vəhdətdə سیصد əşid beləsi oxunur. Səbqəd əşi imam evliya. Oxuya bilmirəm, bu nə deməkdir? Elm vəhdətdə səfidaşi səbəqdaşi imam evliya. İhtimalən səbəqdaş oxunacaq. علم وحدت سبقداشی امام اولیا حکمت معنیده شاگردی حکیم غزنوی. حکیم غزنوی چی olurdu? Sənayi Qəznəvi. Bir gülüstani müfərrəhdür. Bir gülüstani müfərrəhdür. Dili purfeyzi kim? Ana ruhi gülşənidir bağbani mənəvi. Gülşən də yenə Həzrət Mevlana'nın bir kitabıdır. Ana ruhi gülşənidir bağbani mənəvi. در گشاده با خزینه
xanə əndişədir. Dərgüşadə ba xəzinə xanə əndişədir. Bir xəzinədir ki, qapısı da açıqdır. Dərgüşadə ba xəzinə, xəzinəli. Xanə əndişədir. Əndə çeşmi roşənidir. Didebani Münzəvi. Münzəvi de bir şairdir. İhtimalen onun adı yazılıb burada. Cöhər-i cöftarının kani müşteri müflisi. Cöhər-i cöftarının kani müşteri müflisi. Çuçe esrarının xurşid derdi şebrevi. Feyz istidad zatın görküm etmiş ta azal. Feyz istidad zatın görküm etmiş ta azal. Cəzəbe-i xurşid و ماه آسمانیdir Mevlevi. Hazreti Mevleviyə də Hazreti Peyğəmbərdən sonra Hazreti Mevleviyə çox lütf özünün o iradətini göstərir. Nəf'i möcüz bəyanım bəndə-i Mevlay Rum. Nəf'i möcüz bəyanım. İhtimalən möcüz bəyan bunun şeyi olacaqdır. Bir neçə yerdə bu kəlməni işlətmişdi, amma ad və künyə. Künyə deyil, amma irfani adıdır. Mən beləsi yazdım hər halda. Nəf'i möcüz bəyan. İhtimalən. Nəf'i möcüz bəyan. Nəf'i möcüz bəyanəm bəndə-i Mevlay Rum. Nə Həkim Qəznəviyəm, nə Əmir Dehləvi. Burada da gördünüz ki, Həkim Qəznəvi və Əmir Dehləvi hər ikisinin də adını gətirdi. Bunlar fikirəm ki, Mevlay Rum, Qəznəvi, Dehləvi, bunlar Münzəvi. İhtimalən orada Xurşid Vəşbərdi ya Şəbrəvi, bu da ihtimalən o yazarlardan olacaqdır ki, çox mühümdür. Devam edir ihtimalən. Xaç payı şeyx əttarəm ki oldu himməti. Burada da əttara gəldi. Xaç payı şeyx əttarəm ki oldu himməti. Təbimə ustad dərs müşkilat məsnəvi. Müşkilat məsnəvini o mənə dərs verdi. Əttar. Xaç payı şeyx əttarəm ki oldu himməti. Təbimə ustad dərs müşkilat məsnəvi. Toxm mehrəş mi fişandəm bər zəmin can و دل. O ki farsça yazır əttar, bu da onu deyir. Toxm mehrəş mi fişandəm bər zəmin can و دل. چون مثل باشد که هر چیزی که کاری بدوزی بلسی bir şey. چون مثل باشد که هر چیزی که کاری بدوزی بدروی. Çün məsəl başad hər çizi ki kari bedrəvi. Hər nə ki əksən onu biçərsən. Türkcəni farsçaya yazıbdı ki, deyibdi bu məsəldir. Bir də bunu oxusam gözəl olacaq. Xaç payı şeyx əttarəm ki oldu himməti. Təbimə ustad dərsi müşkilat məsnəvi. Toxm mehrəs mifşandəm bər zəmin can و دل. Onun toxumların, məhəbbət toxumlarını ürəyimə, canıma tökürdüm, əkirdim. Çün məsəl başad. Məsəl budur, nədir? Hər çizi ki kari bedrəvi. Hər nə ki əkəsən onu biçərsən. Deyir, gəl mən o Şeyx Əttarı əkdim, mehr məhəbbətin ürəyimdə onu da biçirəm. Qafiyənin oldu ağaz dua etsəm nolə. Qafiyənin oldu ağaz dua etsəm nolə. Gərçi zəbt etmək nə mümkün xameyi çabıkrəvi.
Ehtimalən farsca oxuyuram. Üstəki Bedrəvi kimi, bu da Çabükrəvi oxuyuram. Amma ola bilər ki, bir fərqli kəlmə olmuş olsun. O birisi kəlmə ta hesabla başlayacaqdı. Görək ki, nə yazır. Ta hesab mahusal aləmi təhqiq üçün Bədr abidə mehri cahansab fələk mahi nəvi ta hesab mahusal aləmi təhqiq üçün kitabın adını deyəcəkdi. Tarix deyəcəkdi. İstir onu desin. Ta hesabı mahusal aləmi təhqiq üçün. Çünki o Əttar ehtimalən bu işi görürmüş. Bədr abidə mehri cahan sab fələk mahi nüvi hər dem olsun ruh pakinə duayı bi hesab oliyadan ta ki xali olmayət dünya oli. Tamam, bu da burada getdi. Əcəba davamı var yox vəsətdə, çünki bir beyt kimi bir boş yer qalıbdı. İstəyirəm görüm ki, bu o ola bilər ki, bu tərəfdə əksi düşübdü, yoxsa silinib. Mənə gəlir ki, əksi düşübdü. Əksi düşübdü bura. Barəkəllah zehi atifəti Rəbbani cuşe aləmə qılmış əzəli ərzani. Mən cuşə oxudum, amma ola bilər ki, bu məsələn ayrı bir şeydə oxusun. Çünki dal kimi görsənir, vav kimi görsənir. Cuşə, cu-u oxunmur. Bəlkə küdşə oxunur. Amma mən cuşə oxudum. Barəkəllah zehi atifəti Rəbbani cuşə aləmə qılmış əzəli ərzani. Neçə şəh əncümən arای حریم دولت neçə şəh حاصل دوری فلک سلطانی معدلت پیش خداوند سریر حشمت افتخار کرم و همت عالیشانی مرکز دایره جاه و جلال و عظمت قطب گردون جهانبانی و فرمانرانی حارس مملکت دین و مدار اسلام مظهر مشرمت و محبت سبحانی سایه لطف خدا حضرت سلطان احمد که فریدون سکندر علمز دربانی. Burada kimin dövründə yazıbdı? Çağı yazacaq ki, hangi çağda bunu yazıbdı? Çağ saye lütf xuda Hazreti Sultan Ahmed. Saye lütf xuda Hazreti Sultan Ahmed که فریدون سکندر که فریدون و سکندر علمز دربانی علمز دربانی şeirinə yazır burada ondan. Amma görək adın bu tozih biraz verəcək ki, kimdir? O xudavənd ömrü ədl و عالی سیرتی kim? O xudavənd ömrü Ömər ehtimalən. O xudavənd Ömər ədl و علی سیرت kim? Ha, düz indi düz oldu. O xudavənd Ömər ədl و علی سیرت kim? Bunu yazaq. Bu cəlib oldu. Burada səhifənin arxasında yazıram. O xudavənd Ömər ədl و علی سیرت kim? Buldu zat ilə şərəf silsilə-i Osmani. Buldu zati ilə şərəf silsilə-i Osmani. Ad şəhənşah-ı qəza rəyi o qudrət kim? Bəlkə də an olacaqdı, amma adı kim yazıbdı? O şəhənşah-ı qəza rəyi o qədər qudrət kim? Aləmun eydi mübarək gəmidir dövrani.
Nola həmdündən onun təşrə bir iş olmasa heç. Nola hökmündən, həmdündən oxudum, qələt oxumuşam. Nola hökmündən onun təşrə bir iş olmasa heç. Çərxi bir nöqtə ana nə daverədir fərmani. Çərxi bir nöqtə ağanə dairədir fərmani. Ehtimalən ananə olacaqdır. Çərx bir nöqtəyi istəyirəm acahanə də o da deyil. Çərx bir nöqtəyi ananə dairədir fərmani. Ana da olacaq elə. Çərx bir nöqtə ana dairədir fərmani. Çərx bir nöqtə ana dairədir fərmani. Əql küllü dərk edəməz rəfət qədrini məgər. Əql küllü dərk edəməz rəfət qədrini məgər. Nərdibان eyliyə nöh çərxu çar ərkani. O birisi səfiyyə getiririk, görək ki, bu sözün davamı. Bəlkə bu şahın dahi kamil adını tapa bilək ki, yaxşı ola. Çağın biraz tapdıq, amma şükri pabus əda etməz əgər küskürtürdü. Şükr pabus əda etmir şayət də. Şükr pabus əda etmir əgər küskütürü. Versə şükranə zəmin hasil bəhru kani. Şahid dövlətinin fəhm-i xirəd məftuni. Şahid dövlətinin fəhm-i xirəd məftuni. Surət himmətinin lütf-i kərəm heyrani. Lütfi bir mərtəbə kim çərxi edər qərq gühər. Lütfi bir mərtəbə kim çərxi edər qərq gühər. Moc xiz olduğu dəm bəhr kəfi ihsani. Xəşmi bir mərtəbə kim olsa nədəm kərəm əbat. Bunu xəşmi bir mərtəbə kim olsa nədəm kərəm əbat yazılır. İyat da oxunarlar. Eyni B əlif T. Əbat. Özüdür su gibi tabi nəzəri sindani. Özüdür su gibi tabi nəzəri sindani. Vəsf şəmşirinə həd yox. Tonalım bir dəmdə. Vəsf şəmşirinə həd yox. Tutalım bir dəmdə. Bin əndişə nə hindi qoya nə kirmani. Bin əndişə nə hindi qoya nə kirmani. Bizə sidir ya seyyiddir ehtimalən oxuna bilər. Bizə seyyiddir o qələmi cədvəl təqvim zəfər. Bizəsi də ola bilər. Elə bizəsidir o qələm cədvəl təqvim zəfər ki ədunun əgər surx olmuş o ovcunda qani. Avıc. Ki ədunun ana surx olmuş ovcunda, bir ovcunda bir də ki üst, yuxarı, ən yüksək. Ki ədunun ana surx olmuş ovcunda qani. Afərin şəst-i Humayunə kim o qullərinin. Afərin şəst-i Humayunə kim o qullərinin. Mumidən yenə olsa taşi dəgər
peykani. Burada mum oxudum, amma ola bilər ki, ayrı bir şey oxusun. Özə də təşdid kimi bir şey görürəm. Acaba bu təşdiddir, yox. Onu yəni mumidən əgər bunun peykanı olsa, yenə də daşı dələr bu mənada. Mumidən yenə olsa taşı dəgər dələr, dəgər peykani. Sözünün densə nişan birinə gögüllərdə Məsih. Sözünün densə nişan birinə gögüllərdə Məsih, oq atıb gəzdücü bir yerlərdə urur diyani. Ürür diyani. Oq atıb gəzdücü yerlərdə ürür diyani. Ah aşıqdır edim tirinə cernavə ki ah. Ah aşıqdır edəm tirinə cernavə ki ah. Dəlsə əflaki keçib köngüləyi keyvani. Xeyrə zərbəti hər dəmdə əcib olsa, əcəmi olsa. Mən zərbəti oxuram, amma ola bilər ayrı bir şey oxurum. Xeylədir niyyəti hər dəmdə əcəmi olsa, niyyət oxudum bu səfər. Xeyrədir niyyəti hər dəmdə əcəmi olsa, bu belə bir cami xoştərh و لطیف bani. Pəs bir dənə də o dünənki Əhməd olacaq, üçüncü Əhməd ki, o da yenə də cami xoştərh و لطیف. Xeyrədir niyyəti hər dəmdə əcəmi olsa, bu belə bir cami xoştərh و لطیف bani. Cəndə məbəd pürfeyz müqəddəs ki bulur. Həbbəda məbəd pürfeyz, həbbəzə ərəbcə sözdür. Həbbəda məbəd pürfeyz müqəddəs ki bulur, anda bir səcdə qılın məğfirət-i rəhmani. Bu da bir yenə cami düzəldən bir şəxsidir. Xeyirdir niyyəti. Mən bunu burada yazım. Hər dəmdə əcəmi olsa, hər dəmdə əcəmi olsa, bu belə bir cami xoştərh lətifə bani. Bu belə bir cami xoştərh lətifə bani. Bir binanın ki əsası irə qə'ri xaçə. Bir binanın ki əsası irə qə'ri xaçə, səqfi getsə, nola bu taq buləndeyvani. Eylədi qədrini ol cami o ala bərtər. Hasili oldu dua xərmən ab meydani. At meydanı da ola bilər. Hasili oldu dua xərmən at meydani, ab meydanı olacaqdır. Mən fikir eləmirəm, at burada gələs, at sözü. Ғəm dəcül toğməsə xurşidi cəhan tab fələk. Gün çıxmasa. Ғəm dəcül toğməsə xurşidi fələk cəhan tab fələk. Tutar anun yerini nul zərbükrani. Tutar anun yerini nul yazıbdır. Ehtimalən nur da ola bilər. Nuri zərbikrani. Mən nul oxuram, amma lam oxuram onu. Bu birisi səhifədə görək ki, nə deyir? O səb ki seyr o səbük ru ki xəbərdar olmaz. Oxuya bilmədim. O səb ki sər o səbük ru
او سبچی سیر و سبچ روچ خبردار olmaz eylese سینه مور üzre اگر زولانی غیرت او ادهم غیرت ادهم شب پیش داد همروز آسمان سیر و زمین گرد و بحر پیشانی دم جولانیده چی پایین آب ادر جاهی خم دم جولانده چه پایینه ادر جاهی خم چوی خورشید جهان تابه ادر چوگانی ارور چوگانی جوی خورشید جهان تابه ارور چوگانی برگ خاطف چی ببیر دمده ادردی آنی تی برگ خاطف چی ببیر دمده ادردی آن تی olsa گر عرصه پهنای فلک میدانی خسرو پادشاها مهر کواکب سپها ای مداری شرفی کوکبه خاقانی sensin ol ma sadaka lütfu ilahi ki felek her gece sensiz olandır ben akıp penhani her gece sensiz olan duru ben akıp penhani akıp axmaq ehtimalen mənasına gəlir. Hər səhər söylə ta təəssüflə çəkər kim yəqəsin hər səhər söylə təəssüflə çəkər kim yəqəsin bir olur çaç giribani ilə damani indi ədlün o qədər rəhi aslalı məsnəd indi ədlün o qədər salalı məsnəd xatirə yol bulmaz vəsvəsə şeytani düşdə çahi zəqənə türre خوبان beridir ya bir بدر düşdə çahi zəqənə türre خوبان بر بدر eylədi fitneyi dövründə فلک زندانی برگ تیغın tənə ədada edər cuşəni ab döner üstündə hübabə sürbi samani سر بی سامانی döner üstündə hübabə سر بی سامانی aksa ehsanlı toprak savurur başına çan aksa ehsanını toprak savurur başına çan görsə kəfkərəmin lərzə tutar ummani burada bir kəlmə yazıb da oxuya bilməm mədd haqqın qayəti yox teyyi lisan edəməgər mədhünün iki dənə kaf vardı ona görə biraz oxuyurdum mədhünün ikisi də kafla yazılıbdı nunların mədhünün qayəti yox teyyi lisan edəməgər demə ki bində birin natiqə insani deməgə mədhünün qayəti yox teyyi lisan edəməgər deməgə bində birin natiqə insani dərdimi bari bu təqrir edəyin dərdimi bari bu təqrir edəyin ta şəfaxane lütfündən irə dərmani دادار نه منه داورا داد فلکتن چه جفا
inmək üçün, davəra dad fələkdən cəfa inmək üçün bulur isə bir əhli dilə bir nadani. Davamı var, yəni çox uzun bir şeirmiş bu. Şaha çox uzun bir şeir deyibdi. Mən də oxuyuram ki, bəlkə bu şahın bir yerdə Tazaşdan bir adına işarə olar, amma buracan görmürük. Bir dilüm etməyi bir əhli məarifdə qoməz. Bir dilüm etməyi bir əhli məarifdə qoməz. Gözədir zimzimeyi, çuzədir zimzimeyi nadan ilə haqqi nadani. Şurada gözədir. Bulsa ərbab dili xan ilə yeksan eylər. Bulsa ərbab dili xak ilə yeksan eylər. Göstərə ta ki ədani də ülüv-i şəni eliyur dadimizi çərxi dəni pərvərdən aliyur. Aliyur yırda dadimizi. Aliyur dadimizi çərxi dəni pərvərdən paymal etdi fəni əhli dil o irfani. İltifat et suxan ərbabinə kim anlardır. Məth şahan cəhanbana verən unvani. Kim bilirdi şüəra olmasa gər sabiqdə dəhrə dövlətlə gəlib yenə gedən şahani. Xosrovun ab həyatı suxan baqidir. Üstüzəm, Xosrov oxudum, qələt oxudum. Həşrə tək ab həyatı suxan baqidir. Akdurub zində qilən namı Süleyman xani. Burada Süleyman xandan gətirdi. Andurub, andurmaq, aktur oxudum. Andurub zində qilən namı Süleyman xani. Süleyman xanın adın yadlara gətirən andurub. Ehtimalən bu sual ona bənzəməsini göstərir ki, yəni bu da bir ayrı şeiridir. Bunu da burada yazsaq fikir edirəm ki, həşrədək ab həyat suxan baqidir. Ab həyat suxan baqidir. Akdurub, andurub zində qilən nam Süleyman xani. Ehtimalən ona bənzədiyi üçün bəlkə bizə köməklik eləyir ki, bunun adını tapaq. Bir cühərdir sözü ana, himməti şəhdi meymənət ya da qiymət. Bir cühərdir sözü ana, himməti şəhdir qiymət. Nə rəva böylə mətaun çəkilə xusrani. Yazmış Əltaf şəhənşahı mürəbbi suxən. Şah oysilə bizim mənqəbət Süleymani Səlmani. Şah ehtimalən adil ola. Şah Odisilə yazan, Şah adisilə ehtimalən, adisilə yazan mənqəbət Səlmani با خصوص olə benim gibi meani perver. Çe şikast etti sözüm qədri dürü galtani. Sanırım kendimi bir xavcı sahib cevher. Aldığımca
əlimə çil ki gühər əfşani, sözlərim oldu həsəd gördeyi baran İraq. Bəlkə rəşqi suxəni mühtəşəmi çaşani, istirari abdur əşarımə şimdi təhsin, istirari eder əşarımə, istirari bir şairdir. İstirari eder əşarımə şimdi təhsin, sözə gəldikcə qəbul eyləməyən Hissani, Hissani də bir ayrı şairdir. Neçə ustadı suxən gərsə olduq xüləfa ləb, belə bir şey oxunmur, kamil oxunmur, bu nə mənədir? Neçə ustadı xüsən kəsrə oldum, göstərə oldum. Neçə ustadı suxən göstərə oldum. Qalib ehtimalən. Neçə ustadı suxən göstərə oldum qalib, ki bulunməz ərşün dəhri bir nəbat əfzایی, kimsə qail olub haqqə sözüm indi. Kimisi qail olub haqqə sözüm indi etdi qəbul, etməyən daxi qoyub dəviyə bi burhani. O birisi səhiyyə geçir, xələf eylən davamı vardı. Eşidib səbb و صدای suxənim oldu xəmuş, cuşinə girməz ikən dəbdəbə xaqani. Hasili şimdi benim nadire şeyx aləm, hasili şimdi benim nadire sənc aləm, hasili şimdi benim nadire sənc aləm, eder iqrar buna kamil olan izani. Müddəi münkir olursa çəkərən işhadə, müddəi münkir olursa çəkər bən işhadə. Haq şinas əhli nəzər anladü غمی یارانی. Bu گمز اشعار روان bəxşimə inkariyə nə, hasidin ağzına gəlsə həsədindən cani. Sözüm tamam oldu dua eyləyəlim ey nəf'i, Haqq Teala verə məqsud şəhi Durani. Tamam, burada əlbəttə Cüneydə Şahın haqqında bir şeylər əlavə edir. Hər səhər ta ki çıxıb birdə sarayi şəbdən, hər səhər ta ki çıxıb pərdə sarayi şəbdən, edə şahənşahı zərtac fələk divani. Bulə divanı Humayuni kəmali ronaq, arta gündən günə getdikcə şükuhu şəni, olə ədası zəbun bəxt cəhangir qəvi, olməyə lazımi dövlətünün nüqsani. Aləmi hər şəbədə şöləyi şəm'i bəxti, aləmi hər şəbədə şöləyi şəm'i bəxti, pərtovi məş'ələ-i روز قدر nurani. İhtimalən qutardı burada. Hər məni lətif ki candan nişan verir, təbir edicə təbimi ani nəzmi can verir. Burada yenə gördük ki, üstəki şeirdə nəf'i adını gətirdi və özünü tanıtdırdı. Şeir, birisi şeirdə başlır, çox uzundur. Ortada bir şeyi var. İstəyək ki, bu kitabı tanıyaq və yazarını tanıyaq, düzün axtarsız. Ehtiyacımız vardır ki, bunun hər yeri oxuyaq. Yəni, oxumasaq bilməyəcək. Amma burada yenə də Şahın haqqında bir şey deyib də, adını da gördüm elə bir yerdə. Mən qeyd edirəm buranı, biraz oxuyayım, görüm ki, hər məni lətif ki candan nişan verər, təbir edincə təbüm ani nəzmə can verər. Hər nəzm dilfərib ki bəndən sudur edib eder, nəf'i cəmal şahid mənaya an verər. Lütfi yazıb elə bir burada, nəf'i oxuduğumda biz burada lütfi kimi gördüm. Siliblər bu kəlməni, düzün axtarsaz. Lütfi də olur, ləfzi də ola bilər.
lafzi cemal şahidi mənaya an verir. Lafzi olacaqdır. Hər nöqtə haqqi ki kəlamimdə dərc də olur. Hər nöqtəyi haqqi ki kəlamimdə dərc olur. Məzmuni dəst aləmə bir dastan. Ehtimalən verir gərək gəlsin orada. Bəli, verir gərək gəlsin, yazmayıbdır, düşübdür. Ol səhər saz-ı mücizə kiyüm ki nəzmümün. Ol səhər saz-ı mücizə güyəm ki nütgümün feyzi dəvatü çilçə zəbanı dəhan verir. Feyzi dəvatü çilçə zəbanı dəhan verir. Ol nazım ləali nəzmüm ki şeirimin rəşki cəmadə təb'i cəvahir fişan verir. Paçیزه جوی و نادره سخنم که هر سözüm şahname bəlağətə hüsn bəyan verir. Vəssaf mühtəşəm suxanam kim qəza büdüm bedəm şahan cəmşükuh cəhanbanə şən verir. Bir danesini cevher silki kelamımın محصول بحر دکانه ورن رایجان verir. Tabi arus ma'niye meşşateliç eder. Endişem ayine gelemim sürmedan verir. Xamem ki nezmi eder ihya midadile. Ab hayat reşhesi ruh revan verir. Bu iktidar tab'iyle amane fayده. Bu iktidar tab'iyle اما نفایده سرمایه منصور متصورمه سرمایه متصورمه غم زیان verir. Bir dem muradı müstedür eylemez felek. Bir dem muradım üstüne der deylemez felek. Ab istesem serab ədəmdən nişan verir. Dəstimdə cam görsə benim sırnıgun eder. Nadane sağır istese rətli ciran verir. Etdükçe talimlə rəcai muvafıqət. Hər və'də-i duruğuna 1000 yıl zaman verir. Hər zulmüne təhəmmül eder aşkara dil. Ama bu cevheri canə azab nahان verir. Bir şux şivekar esir andı kimbeni. Bir şux şivekar esir etti kimbeni. Ne öldürür cefası, ne öldürür cefası, ne gamden aman verir. Bir bivefa ki her dem esiran eşkine. Daruy sıhhati əcəli mehriban verir. Çox gözəl. Mən burada dedim, şahın adı gələcək. Şahın adı yoxdur. Çox gözəl bir şeirdir, amma şeirdən keçəmirəm, düzün axtarsaz. Çox gözəldir. Yəni, nə deyim mən bunu? Əla bir şeydir. Həm uğraməz fəraq ilə ölməsə də yanımə. Hem uğramaz feragiyle ölsem de yanıma. Hem bulde ra hem yolda rast gelse geçer ya ki yan verir. Tamam, bu şeir çok uzundur. Ahirinden bir 2-3 beyt oxuyaq. Ol şah ki fər bəxti eyliyə bəxtikarədəm. Ferş zemine mertebe asman verir. Biraz üstluktan okuyayım bir dana. Xatti ki zahir olsa gerek dahi aleme. Xof zuhur fitne ahir zaman verir. La'li ki reşk xatem
زمدür zamanede hükmü necin padişahı insu can verir. Ol şehc fر بختی eyliye بخت çare دم فرشی زمینه مرتبه آسمان verir. Ol şehçi şem'i barcehî دود و şöleden leyl و nehâre خلعتی nur و دخان verir. Ol şehçi seyre çıksa bayınca gətirməyə, ol şəhki seyrə çıxsa yanınca gətirməyə, çərx afidə və tiğ o hilalə kəman verir. Xan Əhməd ol şəhənşəh dövran ki ruzigar, tədlisilə dəhrə müjdeyi əman, əmn و əman verir. Burada da Xan Əhmədin adını dedik, yenə də şahın adı Əhməd xan, düzdür. Üzr istəyirəm, bunu iştibah yazmışam. Sultan Əhməddir, elə həman olacaq. Məncə Sultan Əhməd məscidi də onunkudur. Yenə ona işarə edir. Davamı var bu şeirin. Əlbəttə ki, mən buna fəqət baxıram, biraz kiçildim. Davam ediyək. Bundan görüm ki, bir yerdə bir ad dahi görə bilərəm. Və dəri zaman Əhməd Muxtarı andırır. Şəmşiri Zülfiqar Əlidən nişan verir. O şeirin davamıdır ha, yəni nəzərə gəl, bu verir sözü davam edir, 2-3 dana səfədə hala davam eləyəcəkdir. Yəni buradan 2 səfə oxumuşduq. 1 səfə, bu 2 səfə, bu da təqribən 4 səhifəlik bir şeirin, əlbəttə davamı var yenə. Bunun davamı var. 6 səhifəlik ən azından ya 5 səhifəlik bir şeirdir. Yenə bunun içində görək ki, özünün adını deyir ya yox. Xan Əhməd ol şəhənşəh dövran ki ruzigar, ədli ilə, mən bunu qələt oxumuşdum ehtimalən, ədli ilə dəhrə müjdeyi əmn و əman verir. Cəmşid Kamran ki səvar olsa rəxşinə, dara tutər rikabini xusru enan verir. Davam edir beləsi. Şahı çox təriflir də, yəni zahirən burada əcəba bəlkə burada bunun bir yeri almağın desə, oradan daha gözəl o cahi ki cərd-i tövbə-i rəxşi səbuşdə است, gərdunə-i kühl-i basirə əxtəran verir. Hər bir qədəmdə sədmə pərzədərinə əlinün, kav zəminə zilzilə-i ustaxan verir. Ol dəmdə ki hücum-i gedayan üçün zəri, xورشید آسمان ki bir dəstə əyan verir. O dənlü damənin pür edir zərlə hər geda, kim bulərinə zeyb rəhi kəhkişan verir. Bu nə oxumaqdır? Bullərinə. Kim bullərinə beləsi oxunacaqdır. Verdi zaman Əhməd Muxtarı andırır. Şəmşiri Zülfiqar Əlidən nişan verir. Qəhri süpehri biraz da beləsi şahin ali. Ki بروز بری şahi əcəmdən xərac alır. Ki bir vəziri şah əcəmdən xərac alır. Ki bir vəkili əsgər tatarə xan verir. Buranı yazmalıyıq ki, görək budur. Zalibdir bu. Bəlkə bu bir daha ki bir vəziri şah əcəmdən xərac alır.
Çe bir vəkili, çe bir vəkili əsgər Tatara xan verir. Əsgər Tatara xan verir. Xaqan Çinə ki در جهینه elçi göndərər, həb kaseye suyi mətbəxi ərməğan verir. Mecbər firuz burada da onların hamısının şahları deyir, o birisi məmləkətləri deyir, amma məcmər firuz məcbər fərroz vəzir مجمل فروز یرمنه خود عود انبری مجمل فروز یزمنه چی میشه نزله یا دا بزمنه مجمل فروز بزمنه خود عود و انبری şahənşəhi məmalik Hindistan verir. Hər səltənət ki hökmü burada kəlməni oxuya bilməyəcəm. Eşqsaz ola ana qanuni dad و dövlət nuşirəvan verir. Hər məmləkət ki ədli mürəbbi ola ana ab و havası gərək ki xisal şaban verir. Tamam, beləsi devam edir. Çox dövlətində şair sahir bəyan vəli dad ədali nəf'i şirin zəban verir. Davamı vardı şiirin. Humayun payı Sultan Əhməd Adil ki düşmüşdür. Burada da Sultan Əhmədi yenə də gətirdi. Payı Sultan Əhməd Adil. Humayun payı Sultan Əhməd Adil ki düşmüşdür. Zəlal sahiban dövləti kön məkan üzrə. Burada da beləsi bir sözlə tərif edibdir şahı. Kitabı oxusaq daha çox taparıq, amma məncə bu qədər yetişər. Bu bölümlərdən gedək kitabın 50-ci səhifəsindən, yəni kitabın 100-cüsü olacaqdır. Oradan bir şeiri oxuyaq və görək ki, nə olur. Bu şeirin əvvəli haradır? Bu şeirin əvvəli yoxdur ehtimalən. Əslandır, nəhandır, dürlər buradadır. Çox uzun bir şeirmiş. Bu da çox uzun bir şeirmiş. Bu çox uzun bir şeirdir. Hardan başlanır? Buradan başlanır. 96-cı səhifədən başlanır. 100-ə canda devam edirdi. Mən gördüm 100-də bu şeirin davamı idi. Təhəmmül heç mümləmini ғəm hicranə eynə nəf'i məhəbbət qalib mütləq dili absız naşəkibadır. Belə bir şeirdir, amma oxuya bilmədim. Biraz xət değişdi nəzərimə gəlir. Acıcan. 100-cü səhifə hani buradır. Buradan hər halda bir şeirin qalır. Buradan başlayaq. Bu şeirin sonu o birisi ki dərinlə başlanır, dürlə başlanırdı. Onun axirin oxuyayım, sonra gedək o birisinə. Yetişmədən gər dəstəgəyi rüsxət bu qədər yoktur ey nəf'i. Yetişmədən gərdi məqsədiə
bu kəlmə nə oxuna bilər? Yetər şimdən, bətər şimdən güruh qədiğə, ruxsat yoxdur ey nəf'i, suxəni çeşm oldu hingam duayı ərş bimarıdır. Belə bir şey ilə olur, amma gedək bu şeiri buradan başlayır. تعالی الله زهی حرز مکرم، محبت نامه دستور اکرم. Bu nədir? Nə namə varidati feyz əqdəs ki olmuş qəlb-i münşisinə mülhəm, nə namə güftücuyi ruh qudsi ki qılmış əqli kül ani mütərcəm, nə namə həmdəm ərbab danış, ندیم بی زبانی جویای الکم، جویای belə burada əlkəm mən görürəm, amma ola bilər ayrı bir şey olsun, bəkəm olsun. Nə namə həmdəm ərbab danış, ندیم بی زبانی جویای bəkəm. Əbkəm də ola bilir, əlbəttə, bəlkə bilmirəm nə oxunacaqdır, ora biraz qarışıqdır. Dinəlim hüsn-i təbir bəyani, lisan-ı qeybidir Allahu ələm, səvadündə furuği nur vəhdət, hurufində xəvas ism əzəm midadi, vəsmə خوبان کشمیر ستوری türre Türkan Deyləm. Allah Allah, Deyləm indi deyirlər Fars torpağıdır, amma burada Türk torpağıdır. Midadi vəsmə خوبان کشمیر ستوری türre Türkan Deyləm məanisində zوقی keyf badə, ədasında səfای ab zəmzəm, سراپا müjde مهر و محبت ogununda ogunduqda səfa kəsb eylər adəm. Ehtimalən kitabının adını burada dedi üstə. Bir də qeydim bura. Məhəbbətnamə deyir. Ehtimalən bu kimindir? Məhəbbətnamə kiminkidir? سراپا müjde-i mehr محبت ogunduqda səfa kəsb eylər adam, nə keyfiyyət, nə halət, nə əsər var, nə keyfiyyət, nə halət, nə əsər var, rəhiq feyz məzmunində bilməm, ki bu cəhl o qüsə ömründə bir kəs, səfasından behişt olur cəhənnəm. Ki Əbu Cəhl edincə böylə təsir, Əbu Cəhlə edincə böylə təsir, dil sahib suxəndə qurmi bağəm. Xüsusa teşneyi məth olə təb'i, neçə olmaq gərəkdir şad و xürrəm. Onun üçün dəstimə girincə nagah, səfadən oldu dil ol cune sərsəm, səfadən oldu dil ol cune sərsəm, ki bi tabanə filhal oldu sadir, bu اوصاف پریشان و فراهم، زهی مکتوب فرخنده ادا çim, vəli şad eylər ogunməzdən əqdəm, səfadən necə məst olmaz o dilçim, ani yad edə ol صدر مکرم، وزیری نکته‌دان دستور خوشزاد، کریمی کامران پادشاهی اکرم، پادشاهی اکرم، میسر سلطنت عقلی مصور، müyəssər səltənət əqli müsəvvərdir müsəvvər, pənahi məmləkət ədli mücəssəm. Vəziri dedi burada. Biz vəzirdən bir bəlkə ad tapdıq.
ستوده صدر دیوان عدالت یگانه صفدر میدان عالم یگانه صفدری میدان عالم جهان bir عهد بوداد گستر جهان bir axz bu dad göstər anlamıram nə deməkdir. Cahan bir axd cahan bir axd bu dad göstər cahanda ور خداوند معظم جنابی حضرت البا الیاس پاشا وزیر İlyas Paşa Cenab-ı Hazreti İlyas Paşa که لایق olursa صدر اعظم دلاور قهرمان لشکرانداز که دویمز حمله تیغین رستم سخی صاحب کشور آرا که داد ایler elinden معدن vəm معدن yem beləsi devam edir. Uzun, bu adama da çox bir uzun şeir yazıbdır. Zindəcanlıq bağlıdır pula və pulların ötürü məcburdur ki, mütəəssifانə belədir. Yəni, qədim biz şahları iştibatırıq, indi alimlərin, mütəxəssislərin, özəlliklə mühəndislər hamısı mənim yadıma gəlir, adını deməyim. Adını deyim də, Döktürkəndi, Allah rəhmət eləsin, ölüb gedibdir. Bir gün Ruznaməli kilasında danışıb, dedi ki, biz mühəndisik. Əgər bir mühəndisə desələr, gəlin bu zindanı tikin, gedər tikər. Çünki o təxəssüsü saxtıman tiymaqdır. O saxtıman necə istifadə olunacaq, əsə ona rəbti yoxdur. Ona deyirlər, acə sən bunu tik, bu da gedir tikir. Biz də gazetəçi yox, bizə də deyirlər, gəl sən yaz bunu. Biz də gedir, onu yazırıq. Bizim təxəssüsümüzdür. Biz bu təxəssüsü satırıq. Ondan keçinirik. Təəssüflə mən buna, ya da xoşbəxtliklə mən buna boyun əymədim. Boyun əyməyənlərin vəziyyəti yaxşı olmur təəssüflə. Orada bir söz istədim deyəm, deməsəm yaxşıdır. Gedək kitabın axirindən bir şeiri oxuyaq və qutaraq. Bu axirdəki kitaba ilgisi yox idi, bir ayrı adam yazıbdı. Əlbəttə, bəlkə də elə bunun şeirlərindən də yazılıbdı. Onu oxumuram. Qeyrəm kitabın içində o şeir olan yerə ki, axirdə tarix yazmışdı, o tarixə qeyrəm. Oradan bir dənə şeir oxuyaq və bugünkü bəhsimizi qutaraq. Məclisə ərbab dil bir ləhzə sənsiz olmasın. Hürmətin inkar edən aləmdə hürmət bulmasın. Belə bir şeirdir, çox gözəldir, sevdim. Qeyrəm biraz dallıqdan bunu oxuyayım. Badi zövq səfasın gerçi namün badədir. Badi zövq səfasın gerçi namün badədir. Cür'e-i nuş eyleyenler gusseden azadedir. Canı dilden şimse yok kim sana meftun olmasa. Canı dilden kimse yok kim sana meftun olmasa. Şah-ı derviş و geda hab feyzünlə dildadədir. Şah-ı derviş و geda hab feyzünlə dildadədir. Hər qəçən lütf eyləyib bərxi müşərrəf eyləsin. Bərxi yazıbdı, amma ola bilər ayrı bir şey olsun. Bəzmi. Hər qəçən lütf eyləyib bəzmi müşərrəf eyləsin. Əhl-i dil
ayağla yüz sürmələ amadedir. Əhli dil ayağına yüz sürmənə amadedir. Şah اورنجی صفاسın lütfü gəhri səbəb. Şah اورنجün səfasın lütfü gəhri gedər səbəb ya da güzər səbəb. Şəmsi sülh üzrə məstanın qiyməti qoğadadır. Ehtimalən beləsi bir şey oxunacaqdır. Biraz xətt değişdi. Burada xətt değişibdir. İndi bu xəttə təzəşdən şey olmaz. Məsələn bu şəms oxuram amma ola bilər şəms olmasın. Kimisi sülh üzrə məstanın kimi qoğadadır. Ehtimalən belə oxuna. Şah اورنجün səfasın lütfü qəhr gedər səbəb ya güzər səbəb. Kimisi sülh üzrə məstanın kimi qoğadadır. Əhl-i eşqə saləməzlər. Qələt oxudum. Əhl-i eşqə salə mələrz həmdəm ola kim dilün. Kəlmə nə cür oxunacaqdır? Zehnimdə belə bir kəlmə yoxdur ki, bənzədəm oxuyam. Əhl-i eşqə salam elürüz həmdəm olam kim dilün. Aşk ehlə salam elürüz həmdəm sala Əhl-i eşqə salümlərüz həmdəm olum kim dilün. Həm küdurətdən biri həm qəll و qəşdən sadədir. Səndə neylər qəll و qəş bir saf pak ayinəsən. Var isə az çox küdurət sağəri minadədir. Netsün ol əsbabı aşık kim sana rəhn olmaya. Ateşə yansın kürki səccadədir. Məclis ərbab dil bir ləhzə sensiz olmasın. Hürmətin inkar edən aləm hürmət bulmasın. Ben belə bir ki benzer bazam həmdən bulmadım. Bu xətti oxumaqda biraz zor çəkirəm. Bunun ehtiyacı var ki, necə əvvəldə başlayanda biraz zor çəkdik. Burasını da biraz zor çəkmək istir. Bunun axirin çalışım, çünki nəzərimə gəldi, biraz yorucu olacaqdı. Özüm də enerjim yavaş-yavaş qutarır da, yəni. Oldurur rənci xumarundur görür feyzün yenə. Aşık bimarı bir dəmdə qərabət bundədir. Keyf dadı mətlə yazıb. Mətlə'i kəfi can bəxşün ki cismi canə rahat bundədir. Hökmünü inkar edir vaiz himagat bundədir. Mürdə-i əndühə söz yox, can bağışlar söhbətün, can verir çox zövqünə anlarda söhbət bundədir. Gərçə در را که صرف edərsən sən könüllər almağa.
Gərçi idraki sırf edərsən, dərraç kimi yazıb da beləsi. Gərçi dərraki sırf edərsən sən, gögüllər almağa xərc edər darəndeyi hər kəs, sana hikmət budur. Əhli hikmət bilməmiş bu anədək keyfiyyətün, yoxsa hər bimar üçün verilərdi sıhhət budur ehtimalən. Sükkəri şərbətdən əlasın belə əhli dilə. Sükkəri şərbətdən əlasın bilə əhli dilə. Təlxikam nola qeyri həlavət bundadır. Burada bir şey var. Təlxikam etsən nola qeyri həlavət bundadır. O etsəni iki sətrin arasında yazmışdı. Hasili həmməşdəb olsun yara şur rindanələ. Nərdi kül təbün ərəq kibi lətafət bundadır. Nəf'i bimari gəl keyfünlə ihya qıl yenə. Xatiri məhzunini qəmdən bir iqbəl yenə. Bıraq bil də ola bilər. Xatiri məhzunini qəmdən bıraq bil yenə. Bıraq sil də ola bilər əlbəttə. Mən bıraq bil oxucurum. Təmmə divanı be on subhan fi əbayil məhəlləmil həram ən yədi Abdülzəif İbrahim rəzzəqəhullah Teala xeyrəzzad və xeyrər ردیف من فصول سنه 50 و الف الهجری النبوی المصطفویه. Dedik bu kitabı oxuduq. Məncə bir şey olar. İncədik bu kitabın haqqında biraz məlumat burada yazaq və bu haqda deyək. Bu bizə bir şeylər görək ki, nə deyəcəklər. Bu gün bir əski əlyazma ilə tanışlaşmağa çalışırıq. Əlyazmanın yarımçıq qalma ehtimalı var. Çünkü kitabın bir çox uzun şeirleri Osmanlı şahı ve vezirlerine yazılmış. El yazma çox əla və oxunaqlı bir əlyazmadır. Kitabın ən birinci səhifə və şeir başlanan yerdə ehtimalən kitabın adı üçün və ya da Bismillahirrahmanirrahim üçün
boş yer koymuşlar ama yazılmamış. Sonra bu kitabı alan kim idi? Dedik ki, əvvəldə bir kitabı alan var idi. Adını bilmədik burada, amma neyniyək? Sonra kitap bir neçə əl dolanıb və sahibləri dəyişibdir. Onlardan biri öz əli ilə şeirin başında burada ne yazmıştı? Divani Nef'i Efendi rahmetullah aleyh. Divani Nef'i Efendi rahmetullah aleyh. Rahmetullah aleyh yazmış. Kitap neçə səhifədir dedik? 266 səhifədir. 266 səhifəlikdir. Amma belə görünür ki, 152-ci səhifədə belə görünür ki, bunu belə siləyək, kiçik eləyək. Bunu da kiçik eləyək, burada yazaq rahat. Amma belə görünür ki, Nef'i Həzrətlərinin divanı 256-ci səhifədə sona çatır. Yenə kitabın sahiplerinden biri bir kırmızı cöhərlə kitabın aşağısında belə bir yazı qələmə almış. Necə bir şey?
Belə. Bu divan A. Bu divan 123 123 Tazaşdan yenə də 123 yapraqdır. Nöqtə. 110 silinmişdir. 20 və 60 əlaməti sual. Yəni divanın Yəni divanın 246 123 ölər 246 246 səhifəsi var. 110-cu gedək baxaq. 110-cu burada gedəcək qabağa. 50 olanda 60 desaq 59-dan 58-dən baxsaq Cəlibdir. Bunu 110 demişdi, amma mən mənim də yadıma gəldi 110, amma nədənsə mən getdim onu. Yoxdur. Buradadır. PDF-də 112 görsənir. Amma kitabda 110 görsənir. Tamam. 220-ci. Yəni divanın 260 səhifəsi var. 220-ci səfhədən əlbəttə yazaq. Səfhədən bir şeirin 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir səfədən 8 beyt əmdi şəkildə silinmişdir.
20-ci və 60-cı. 60-a qeysək, burada kitabın səhifəsinə baxacaq. 60, 72, 66, 61, 60-da nə olubdur? 60-da mən bir şey görmürəm, yazıbdır. Aha, kitabın bu 60-ı, bu 60 görsənir, bu kitab 60 yazıbdır. Mən burada bir şey görmürəm. 60-a, 61-ə də baxaq, görmədim. 62-yə də baxdıq. 59-da da bir şey görmürəm. Nə deməkdir bu əlamətlər? Bunu tapmadım. Ehtimalən bu şeyi deyir. Mənə belə gəldi ki, burada əlaməti sual qoyulub buraya ehtimalən. Bu Dərrida mərhum. Ha, bu davamı yoxdur. Burada bir şey var. Burada şeirin, mən buna diqqət eləməmişdim. Burada dərməth-i mərhum deyə dərməth-i mərhum yoxdur burada. Bu bir. Burada yoxdur. Burada bir vərəq cırılıbdır. Burada bir vərəq ən azından cırılıbdır. Ən azından bir vərəq cırılıbdır. Bu 60, gedək 20-yə baxaq. Adam yaxçı diqqət eləyibdir. Əlbəttə mən oxumadığım üçün də ona diqqət eləmək imkanım yox idi. Amma indi ikincisi nə idi? İkincisi 20-ci səhifədir. Gedək 20-yə. 23, 20. Burada 20 yazıb əlaməti sual qoyubdur. Görək niyə? Dərmədhi. Dərməd burada yoxdur. Tamam. Bu 2. Tamam. İndi bunu yazmağa gedək. Tamam. Silinmişdir. 20 və 60-cı səhifələr əmdi şəkildə beləsi deyək. 20 və 20-ci səhifələrin yerlərində ən azı bir vərəq, 2 səhifə əmdi şəkildə yox olubdur. Buna dəlil budur ki, Osmanlı çağında kitabın vərəqləri üzərinə nömrə yazmırdılar. Nömrənin yerinə sonuncu vərəq hansı kəlmə ilə başlayacağını önkü vərəqin ən aşağısında yazırdılar ki, əgər kitabın vərəqləri hər nədən dolayı sökülürsə,
ən aşağıda yazılan kəlməni tapmaqla sonuncu vərəqi rahatcasına bulub yerinə qoysunlar. Burada da 20 və 60-cı səhifələrdən öncəki vərəqin ən aşağı bölümündə 20 və 60-cı vərəqlərdə nə gələcəyini yazmışlar ki, 60'ın və 20'nin yerində oturan vərəqlərdə o kəlmə yoxdur. Bu da bunu göstərir ki, kitabın buralarından ən azından bir vərəq və ən çoxu bəlli olmayan qədər söküb götürmüşlər. Bu da bu. Tamam, bunu burada yazdık. İndi kitabın davamında dedik neçə səhifədir? Buradakı 220-ci səhifədən 8 səhifə əmdi şəkildə silinmiş. Nə mənə? Yəni divanın 246 səhifəsi var. 220-ci səhifədən 8 əmdi şəkildə 8 beyt əmdi şəkildə silinmişdir ki, 20 və 60 onları da gördük. İndi burada kitabın oradan demişdik 256 səhifəsi 256-dan o üzə 256-cı səhifədən ta kitabın sonuna dəkin başqa bir şeir var. Tamam. Ki zahirən Nəfi Rəhmətlikin divanına bağlı olub olmamağını araşdırmadık. Pəs zahirəni götürək burada ki, tamam. Bu da bunu yazdık. Burası getdi.
İndi bu kitab Süleymaniye Kitabxanasında saklanılır. Kitabı bir nəssah yazmış görünür. Niyə ki son səhifədə, divanın son səhifəsində, niyə ki divanın son səhifəsində nə görürük? Nə yazdıq, onu nə gördük? Gedək oradan baxaq üzünə. Təmmə divan beləsi yazıbdır. Şimdi təmmə əl divanı be'uni el-subhan fi availi محرم الحرام عن يد العبد الضعيف إبراهيم رزقه الله تعالى خیر الزاد و خیل ردیف و خیر الردیف من فصول سنه 50 و الف الهجریة النبوية المستوية. Buradan belli olur ki nəssah bu divanı yazıb. Nəssahın ismi İbrahim'dir ki bu divanı min 50 hecridə tənsix edir. Yəni bunu hesaplamışdıq biz 398 il öncə. Yəni 398 il öncə bu kitab
yazılıpdır. Olabilir ki kitabın aslinin ömrü daha uzun olsun. Nef'i kimdir ve bu divanı hangi xəlifə və sultan çağında yazıb sorularına kitabın içindən cavab axtarmaya çalışdıqda belə göründü ki, سایه لطف خدا حضرت سلطان احمد که فریدون و سکندر اولمز دربانی خداوند عمر عدل و علی سیرت kim? Ali Sirat kim? Beləsi bunu iştibah koymuş bunda. Kim? Buldu zat ilə şərəf silsile-i Osmani. Buldu zat ilə şərəf silsile-i Osmani yine bir ayrı şiir başladı. Xeyridir niyeti her demdə əcəmi olsa bu belə bir cami xoştərh و لطیف bani bu böyle bir cami خوش طرح و لطیفه بانی bir ayrısında deyir ki həşrədək ab həyat həşrədək ab hayat سخن باقی دür akdurup andrup zinde قلن نام سلیمان خانی
Yine bir ayrısı başlıyor. Ki bir veziri Şah-ı Əcəmdən xərac alır. Ki bir veziri Şah-ı Əcəmdən xərac alır. Ki bir vəkili əsgər tatara xan verir. Görünür. Aynı halda Sultan Ahmed Han ve Vezir İlyas Paşa da görünür. Şehirlerde görünür. Da şehirlerde görünür. Bu hançı Sultan Ahmed'dir. Neçə il hükümet neçə il hançı iller arası ve neçə il hükümet etmiş. Nef'inin kamil adı bulunar mı? Onun hakkında bilgiler nelerdirler? Bir tane de burada bir şey yazacaktım. Onu da yaddan çıktı. Bir de əşarın arasında belə bir misra ile karşılaştık. Neydi? Bu galsun mecmui raz-ı nehanidir sözüm. Mecmui raz-ı nehanidir sözüm. Acaba bu kitabın adı Raz-ı Nehani olabilir mi? İndi onu axtarıb tapmaq özü bir işdir. Copy eləyək. Bunu qoyduq bura. Bu geçsin işinə. Biz bunu yapışdıraq bura. Bu da məşğul olsun. Və bunu da yapışdıraq buna. Bu da burada məşğul olsun. Gedək buradan bunu oxuyaq, görək ki, bu nə yazdı bizə. Yəni Cimnay kitabın haqqında bizə nə deyir? Bundan bir əks də salaq kitabdan. Bunu da getməmişdən əks salaq və
Tamam. Bu bir son səhifədir. 60-cı səhifəyə gəlsək, kitabda 62 idi. Eşq yox deyil. Fərman bu deyil. Burada. Buradan da bir əks salaq. 20-ci səhifədən də bir əks salacağıq. Yirmi 27, 26, 25, 22, 20. Buradan da bir əks salaq və kitabın əvvəlindən də bir əks salaq. Tamam. Bu əksləri indi biz versək bura daha yaxşı olar. Əgər biraz sürətlə eləyə bilsək, vaxtdan sərfi cüy eləyək. Bu da bəzən görürsünüz ki, belə bir oyun çıxadır. Məcbur oluruq ki, belə bir vəziyyətə düşürük. Yəni bilmirəm nədən isə. Nə oldu buna? Anlamadıq. Olmadı. Təzəşdən bunu. Nədən isə belə bir müşkülə rast gəlirik. Allah Allah. Bu iki səhifəni nədən isə save eləmir. Saxlamır hafizəsində. Biz də buna bir kələk çəkək. Bəlkə beləsi ola. Amma o da saxlamır zahirən. Mən deyirdim ki, saxlayacaq ən azından bu səfərləri ki, beləsi eləyirik, amma
Ən azından bu səhifə bizə çox lazımdır. O birisilər o qədər də lazım olmasa, bu səhifə çox lazımdır. Bunun xətti də məsələdir bizə. Bu oldu. Bu olmamış. O da olmamış heç. Hər halda ola olmaya elə bunları biz buradan götürək verək ona da bu qədər yetişər vaxt sərf eləməyək buna. Əksləri buradan göndərək keçsin. Amma chat screen. Bəlkə kompüter zəif kompüter olduğu üçün çox zəifdir bu kompüter. Bunu mən ikinci əldən almışam əslində $220, yəni bir tamam buymuş elə, orada düzüymüş. Tamam oldu. Bu da bu. Tamam, bunlara məşğul olsun. Lütfen bu kitabın kağızın rəngin cöhərin yazıların əl yazmasın və analiz edib sonuçları paylaşar mısınız? İndi burada birincisi bunları qoymuşduq oraya. İndi acaba bu icazə verəcəkdir ki, buna da necə kompüter dondu. Bəli, kompüter dondu, fəqət buranı oxumaq imkanım vardı. Nəf'inin Divanı və Süleymaniyə kitabxanasındakı nüsxə haqqında bilgilər. Nəf'i kimdir və bu divan hangi xəlifə və sultan çağında yazılıb? Nəf'inin kamil adı Ömər ibn Məhəmməddir. Bəs bunun adını yazaq. Nəf'i kimdir? Nəf'i Ömər ibn Məhəmməddir. Ərzurumun Pasınlar qəsəbəsinin Həsəngələ kəndində anadan olubdur. Osmanlı dönəminin ən böyük və adlı qəsidə yazan və həcviyyə yazan şairlərindən biridir. Sultan Əhməd haqqında şeirlərdə adı keçən Sultan Əhməd 1-ci Əhməddir. 1-ci Əhməd 1012-də. Sultan 1-ci Əhməd 1012 ta 1026. 1026. Dünən də bunun kitabı demirim yazmışdıq, eşitmişdik. Osmanlı səltənət təxtində oturmuşdur. Vəzir və hakimlər. Şeirlərdə adı gələn vəzir İlyas Paşa və sözü gələn hakimlər həmin 1-ci Əhməd çağında və sonraki dönəmlərdə həyat sürüblər. Nəf'i ilk şeiri yazıb saraya rah tapması və Sultan Əhməd təqdim edilməsi həmin dönəmdə baş verib. Nəssax və yazılış tarixi. Kitabın son səhifəsində yazılan ibarətdən bəlli olur ki, bu nüsxəni köçürən şəxsin adı İbrahimdir. Yazılışın tarixi isə 1050-ci Hicri ilin Məhərrəm ayının əvailidir, əvvəl günləri. Burada indi 1026 ilə 1050 arasında hududən 24 il ara vardı. Bu demək budur ki, kitab bu sultandan sonra yazıldığı üçün bu bir ayrı nüsxədir. Əsl nüsxə deyil. Bunu əvvəldə mən belə dedim ki, belə nəzərə gəlib kitabı özü yazıbdır. Çünki başlıq qoymayıbdır şeirlərə. Amma bu tarix bizə deyir ki, yox, özü yazmayıbdır və bunu başqa adam yazıbdır. Yəni İbrahim, əlbəttə onu da bildik.
Hicri tarixinə 1050 Hicri Məhərrəmül-Həram hesablama yazılan mətndə göstərdiyi kimi bu kitab 1150 Hicri ilində yazılıb deyil, bəlkə 1050 Hicri ilində tənsix olubdur, köçürülübdür. Hazırki 1448-ci il yox, yazıb 147, qələt yazıbdır. Hicri ilini nəzərə alarsa, bu nüsxə 397 il öncə qələmə alınıbdır. Kitabın adı Razi Nəhani ola bilərmi? Bayatılar və şeirlər arasında keçən bu bayatı, mən şeirləri bir dana yazdığım üçün beytləri, bu deyib bəlkə bayatıdırlar. Bu dedim, çox da etimad eləməməliyik. Bayatılar və şeirlər arasında keçən bu qəlsun məcmui Razi Nəhanidir sözüm ibarəsi şeirin içində bir tam ad və ya kitabın əsl adı kimi deyil, bəlkə şairin özü, duyğu və düşüncələrini bildirən bir ədəbi ifadədir. Divanın əsl adı Nəf'inin böyük və bəlli divanı, ümumiyyətlə Divan-ı Nəf'i və ya türkcə şeirlər toplusu olaraq tanınır. Başlığında Bismillah yazılmayan yer və son səhifədəki ibarət göstərir ki, bu əsər müstəqil bir əsər deyil, Nəf'inin türkcə şeirlərinin bir nüsxəsidir. Razi Nəhani isə böyük ehtimalla nüsxənin öz adından çox mətndəki bir şeirin tikəsi ya beytidir. Vərəqlərin itməsi və kəlmə bağlantısı, təqib sistemi. Yazdığınız bu bilgi Osmanlı xəttatlıq və nüsxəçilik sənətində rəqibə ya da rüqibə ya da səhham adlanır. Rüqibə ya da səhham. Köçürənlər və vərəqlərin yeri değişməsin və ya itməsin deyə hər üzün sonunda, vərəqin üzü sonunda sonki vərəqə başlayacaq kəlməni yazardılar. 20 və 60-cı səhifələrin yerində vərəqlərin kəsildiyi və görüldüyü doğrudur. Bu da onunla bağlıdır ki, keçmişdə kitabın içindəki bəzi şeirlər, həcviyyələr və ya siyasi tənqidlər sahibləri və ya sonraki oxucuları tərəfindən təhlükəli görülərək öz əli ilə kitabdan cırılıb və aradan aparılıb. Bu göndərdiyiniz gözəl və dəyərli Süleymaniyyə kitabxanasının əlyazma nüsxəsinin şəkilləri apardığımız araşdırmanı tamamilə təyid edir. Şəkillərin göstərdiyi bilgilər və qeydlər bu şəkildədir. Kitabın adı və başlıq uzun səhifənin başında açıq aydın Divan-ı Nəf'i rəhmətullah əleyh yazılıbdır. Boş qalan yer sözünü etdiyiniz kitabın ilk səhifəsində və ya şeir başlanan yerdə Bismillah və ya kitabın adı üçün nəzərdə tutulub, amma yazılmamış boş lövhə kitibə açıqca görünür. Vərəqlərin itməsi və səhifələrin nömrələnməsi. 20 və 60-cı səhifələr şəkillərdə görsəndiyi kimi 21 və 61-ci səhifələrin önündəki yerlərdə qırmızı cövhər ilə 20 əlaməti sual və 60 əlaməti sual yazılıb. Bu da burada vərəqlərin üzülüb getdiyini və nüsxənin nağıl etdiyiniz bir nöqsana uğradığını kəskin şəkildə göstərir. Rüqeybə ya səhham sistemi. Əlyazma sənətində vərəqlərin arxasında yazılan sözlər vərəq etdiyində bu şəkildə araşdırılır və nüsxənin nəqdi kimi qorucusu olur. Nəssaxın xətti və yazılış tarixi son səhifə 125-ci vərəq kitabın ən sonunda yazılan ibarət eyni ilə bu şəkildədir. Təmməd divan 12 yazmışdıq. Tarixdən görüş. Yazılış tarixi 1050-ci Hicri ilinin Məhərrəm ayıdır. Qırmızı cövhər ilə yazılan qeyd isə kitabın toplam vərəq sayısını 123 yapraq, yəni 246 səhifə mətn olduğunu, bundan 110 beyt yapraq silindiyi 110, yəni o bapraq silindiyi və 20-60-cı yerlərdə
kəsintilər olduğunu bildirib. Bu əlyazma nüsxəsi Nəf'inin ədəbi mirasının tarixçəsi və nüsxə tamam. Buranı da getdik. Süleymaniye kitabxanasındakı Nəf'i divanın nüsxəsinin maddi analizi. Göndərdiyiniz şəkillər və keçmiş araşdırmalar əsasında bu əlyazma nüsxəsinin maddi özəllikləri kağız, cöhər, rəng, yazı və cild aşağıdakı kimi analiz olunur. Kağız analizi. Cins və vaxt. Kitabın kağızı Şərqi İslami Osmanlı döneminə aid əl-bafti, dəstsaz kağızlərdir. Bu kağızlar ümumiyyətlə pambıq, kətan və ipək liflərindən hazırlanırdı və üzərindəki ahar, nişasta və yumurta ağ suyundan hazırlanaraq qarışıq sayəsində hamar və parlaq bir üz törədirdi. Rəng və köhləlik. Kağızın rəngi zaman keçincə qızarıb və fil dişi, noxudu krem rənginə dönübdür. Kənarlarda və soyuq dəyən yerlərdə sökülələri süflük və nəm çəkmədən qarəldiyi görünür. Sağlamlıq. Kağızın möhkəmliyi qorunub, amma bəzi yerlərdə, məsələn 20 və 60-cı səhifələr ətrafında kağızların kənar cırılıb və ya əmdi şəkildə kəsilib götürülüb. Cöhər və yazı dili. Cöhərin rəngi. Mətnlərin böyük bölümü qara və ya toq qəhvəyi, siyah mailli və qəhvəyi cöhərlə yazılıbdır. Bu cöhər klasik mürəkkəbdir ki, dəmir və mazıdan hazırlanırdı və zaman keçəncə rəngi daha da dərinləşib. Qırmızı cöhər şəbə. Şeir başları yazılmayıbdır. Burada özündən dedi, belə bir şey yoxdur. Yazı növü, xət, nəsxi və ya təliq, nəsx qarışdığı görünür. Nəssah İbrahim Osmanlı xəttatlıq gələnəyinə uyğun olaraq mətnləri qayda, qanunla və oxunaqlı bir şəkildə köçürübdür. Şeirlər 2 sütun halında tənzim olunubdur. Rənglər və qrafik ünsürləri, səhifə arayı, cədvəlkeşi, yazılan ətrafındakı incə qırmızı xətlərlə cədvəlkeşi təsvir falan edilib ki, yoxdur. Bunları özündən deyir. Yəni, qabaqçı kitablardan cild analizi ki, cildi də verməmişdir ki, analiz eləsin. Onun üçün özündən deyir. Tamam. Bunları gördük. Amma istəyək görək ki, əcəba bu kitab araşdırma mərkəzlərində tanınırmı, yoxsa tanınmayan bir əlyazmadır. Süleymaniye kitabxanasındakı nüsxənin tanınmışlığı. Bu nüsxə Süleymaniye kitabxanasının bağışlanmış əlyazmalar bölümündə 7491 dəmirbaş nömrəsi ilə qorunur. Bu baxımdan Türkiyənin rəsmi əlyazma qaynaqlarında və Süleymaniye kitabxanasının digital arşivində qeyd olunmuş və bilinən bir nüsxədir. Ancaq Nəf'inin divanının dünya düzənində və ədəbiyyat aləmində yüzlərcə başqa rəsmi və cami nüsxələri olduğunu nəzərə alsaq, bu xüsusi nüsxə elmi dairələrdə təkcə bu nüsxəni oxuyan ya da Nəf'inin mətni tənqidi üzərində çalışan mütəxəssislər tanınır. Tamam. Ümumi ədəbiyyat qaynaqlarında Nəf'inin ən əsli və ana nüsxələri İstanbulun Topqapı Sarayı Milli Kitabxana ya dünyanın başqa böyük mərkəzlərindəki nüsxələr sayılır. Bu nüsxə isə bağışlanmış bir məcmuənin içində olduğu üçün ümumi tədqiqatlarda çox da ön planda olan və geniş şəkildə tanınan nüsxələrdən deyildir. Tamam, yəni tanınır. Bu da ehtiyacı yoxdur ki, bunu şey edək.
Bu günləri çox bir cəlib kitabla tanış olduq. Allah bunu yazana və saxlayana və alana, yazdırana hamısına rəhmət eləsin, ruhları şad olsun. Allah bizə də dirikən rəhmət eləsin, öləndən sonra da rəhmət eləsin. Gününüz, gecəniz xeyrə qalsın. Allah ömür versə bir ayrı gün bir